Peyğəmbər salavatullah özü buyurur ki, İnni vəzəntu bi ümməti fərəcəhtu bihim. Mən bütün ümmətimlə müqayisə edildim və onların hamısından üstün gəldim. Məlum məsələdir ki, bu üstünlük cismi baxımdan deyil. Çünki cismi baxımdan hamı eyni səviyyədədir. Yəni, hamının bədəni var, başı, əli, əyağı, hamı bu şeylərdə müştərəkdir, hamı da eynidir. Bəs yaxşı, bu üstünlük fərqi nədədir? Aydın məsələdir ki, bu üstünlük əxlaqi və mənəvi cəhətdəndir. Elə buna görə də Allah təbarək və təala Qələm surəsinin 4-cü ayəsində Peyğəmbər salavatullaha xitab edərək belə buyurur. Əuzu billahi minəşşeytanirracim və innəkə ləalə xuluqin azim. Şübhəsiz ki, sən böyük bir əxlaq sahibisən.